Gələcək zamanlar. Will, ani qərarlar, təxminlər, söz verərkən işlədirik. Məsələn, I'll open the door, qapını açacağam. Ani qərar verirəm. It will rain tomorrow, təxmin eləyirəm, sabah yağış yağacaq. I'll help you, söz verirəm, yəni ki, söz verirəm, kömək eləyəcəm. Qısaltması isə bu cür olur. To be going to planlarda işlənilir. I'm going to study in Italy. Qısa formasında gonna kimi də işlətmək olar. I'm gonna study in Italy. Present continuous isə kiminləsə plan qurarkən işlədirik. Məsəl üçün, I am meeting my friend tomorrow. Artıq dostumla planım var, sabah görüşəcəyik. Bir də çox dəqiq planlarda da işlədirik present continuous. Məsəl üçün, she's flying to Istanbul in the evening. Axşam İstanbula uçacaq. O, artıq bileti var və dəqiqdir. Present simple-ları isə rəsmi cədvəllərdə işlədirik və ya da ümumiyyətlə tərtib olunmuş cədvəllərdə. Məsəl üçün, the train leaves at 7. Qatar 7-də çıxır. Yəni artıq bu baş verir hər dəfə 7-də. The lesson starts at 9. Yəni dərs 9-da başlayır artıq. Bundan əlavə to be plus on, in, away-də işlədirik gələcəkdə. Haradasa olduğumuzu göstərərkən işlədirik. Məsəl üçün, dostunuz deyir ki, gələn ay görüşək, siz bildirirsiniz ki, I am on holiday next month. Gələn ay mən burada deyiləm, tətildəyəm. He's in class at 9. Yəni 9-da görüşmək alınmırdı, o dərslərdir, sinifdədir və yaxud da ki, başqa bir yerdədir. I'm at the airport at 6. Yəni 6-da artıq hava limanındayım. I'm away next week. Gələn həftə, yəni burada deyiləm. Bundan əlavə future continuous struktur belədir. Will plus be plus verb ing forması. Məsəl üçün, gələcəkdə daha dəqiq, məsəl üçün, gələcəkdə hansısa bir vaxt aralığında nə edəcəyimizi göstərərkən işlədə bilərik. I'll be taking an exam at 2 o'clock tomorrow. Sabah 2-də imtahan götürməkdə olacağam. Bundan əlavə future perfect simple da işlədə bilərik. Will plus have plus verb 3, yəni feilin 3-cü forması. I'll have written my essay by 6 o'clock. Yəni essayimi yazmamışam, amma 6-ya qədər yazmış olacağam. 6-ya qədər bitəcək. Bir də will işlədərkən təxminlərdə bu qaydaya əməl edə bilərik. Məsələn, it will rain tomorrow. Bu artıq 95% əminəm. Amma it will definitely rain tomorrow deyəndə artıq 100%. It will probably rain deyəndə artıq 70%. Əgər əminlik yoxdursa, it may rain tomorrow ya da it might rain tomorrow kimi də demək olar. Gələcək zamanlar. Will, ani qərarlar, təxminlər, söz verərkən işlədirik. Məsələn, I'll open the door, qapını açacağam. Ani qərar verirəm. It will rain tomorrow.